Nəyə görə kişilər köhnə filmləri, köhnə filmlərdə olan kişi personajlarını müasir filmlərdən qat-qat daha çox sevir və daha maraqlı izləyirlər? Çünki bu filmlərdəki kişilərin bir duruşu var idi. Super qəhrəmanlar belə maskulin enerji dolu idilər. İdeal deyildilər, səhvləri var idi, amma kişi idilər. Möhkəm və sərt duruşlu, özünə hörmətsizliyi qəbul etməyən imajları idilər. Elə bu səbəbdən İlkin Xəlilin Sovet kişisi personajı bizə çox xoş gəlməyə başladı. İndi isə bizə yedirilən yeni filmlərdə kişilər zəif, güvənsiz, həmişə əzilən və buna səbr edən, ağlağan və ya şit zarafatlar edən bir personaja çevrilir. Əvvəla onu qeyd edeyim ki, videoda qeyd etdiyim müqayisələr də obyektivlikdən çox uzaqdır. Çünki bir tərəfdə qəhrəmanlıq dastanı filmləri qoyur və təbii ki, orada baş rollar daha maskulin, daha güclü görünməlidir. Digər tərəfdə isə gündəlik münasibətlərə aid bir filmdən fraqmenti paylaşıb və bu cür müqayisə eləyir. Sosioloji baxımdan isə məsələ daha da aydın olar. Çünki köhnə filmlərdə sərt maskulin personajları patriarxal cəmiyyətin sosial rollarını qorumaq üçün istifadə etdiyi simvollardan biri olduğunu rahatlıqla müşahidə edə bilərik. Kişi rolu dar bir qəlbə salınmışdı. Güclü olmalıdır, ağlamamalıdır, emosiyalarını boğmalıdır, daima nəzarətdə qalmalıdır, daima belə sərt olmalıdır, yumruğunu masaya vurmalıdır. Bu sağlamlıq deyil, sosial mexanizmin yeritdiyi bəzi elementlərdir. Hansı ki, müasir filmlərdə də kişi personajların kövrəkliyi, narahatlığı, daxili mübarizəsi göstərilir və bu da cəmiyyətin daha real insana yer verməyə başladığının bir göstəricisidir. Və gender rollarının da yumşalması zəiflik yox, sosial yetkinlikdir. Çünki artıq cəmiyyət kişi və qadını yalnız bioloji funksiyalarına görə müəyyən eləmir, həm də emosional və psixoloji spektrini də qəbul edir. Siyasi baxımdan da sərt maskulinlik obrazının qorunması dünyadakı bəzi güc strukturları üçün əlverişli idi o vaxt. Və militarist, millətçi düşüncə sistemi də ideal kişi modeli emosiyasız, sual verməyən, daima döyüşməyə hazır olan, daima güclü görünməli olan bir varlıqdır. Və bu kişi modeli də siyasi idarə etmək üçün faydalıdır, amma fərdi həyat üçün çox təhlükəli və məhdudlaşdırıcıdır. Müasir filmlərdəki insaniləşmiş kişi obrazının təqdim olunması əslində köhnə güc münasibətlərinin itirilməsindən doğan bir qorxudur. Yəni kişiliyi əldən gedir və s. kimi cümlələrin arxasında çox böyük bir ideoloji təbliğatı xarakter daşıyan mənalar var. Nəticə etibarilə köhnə filmlərdə göstərilən kişi obrazı daha güclü deyildi. Sadəcə daha az real idi, daha az insan idi. Müasir filmlərdəki kişi obrazı isə daha zəif deyil, daha realdır. Maskulinliyin yox olması yox, stereotiplərin dağılması baş verir bu cür məqamlarda. Emosional zənginlik, psixoloji dərinlik, çox yönlülük, femininləşmə deyil, insanlaşmadır. Çünki bu dəyişiklik zəiflik kimi deyil, daha azad və daha şuurlu bir cəmiyyətin formalaşması kimi qəbul olunmalıdır. Bir sözlə, bu cür həddindən artıq milliyyətçi, populist və seksist təfəkkürün məhsulu olan fikirlərə çox da inanmayın.